Salam əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün Azərbaycan dilindən qəbul tipli sual nümunəsinin izahını təqdim edirəm. Əziz müəllimlər, izaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, bu tip izahların davamlı şəkildə YouTube kanalımızda yerləşdirilməsini istəyirsinizsə, kanala abunə olmağı, video izahı bəyənməyi və fikirlərinizi rəylər bölməsinə qeyd etməyi unutmayın. İndi isə gəlin Euler-Venn diaqramı şəklində bizə təqdim olunmuş sualın izahına baxaq. Hansı fikirlərin yerini dəyişdirməklə Euler-Venn diaqramında yol verilmiş səhvlər düzələr? Əslində sual rahat sualdır. Sadəcə olaraq şərti işarələrdən və eyni zamanda diaqramdan istifadə olunduğuna görə bir balaca bizi çaşdıra bilər. Gəlin bizə verilmiş bu iki cümləyə baxaq. Aparılan araşdırmalar çox məqsədə uyğundur. Birində də deyir ki, cədvəlin dəyişdirilməsi çox məqsədə uyğundur. Baxın, birində məqsədə uyğundur bitişik yazılıb, olacaq sifət. Sifətin qabağında işlənən çox isə olacaq ədat funksiyasında. Digərində isə məqsədə uyğundur ayrı yazılıbdır. Məqsədə sözü isimdir. Eləmi? İsmin əvvəlində işlənən çox sözü də olacaq say funksiyasında. İndi burada ədatın, burada isə sayın, ortada isə hər ikisinin oxşar xüsusiyyətləri verilməlidir. Gəlin görək, indi biz hansı rəqəmlərin yerini dəyişsək, uyğunluq düzələr. Deməli, cümlə üzvü deyil. Ədatın altından yazıbdır ki, cümlə üzvü deyil. Məqsədə uyğundur. Olacaq sifət, eləmi? Sifətin də əvvəlində işlənən çox nədir? Ədat funksiyasındadır. Ədat da cümlə üzvü deyil. Bəli, bir doğrudur. Variantlardan biri çıxırıq. Suala cavab verir. İndi baxın, ədatın altda yazıbdır ki, suala cavab verir. Axı biz demişdik ki, köməkçi nitq hissələri suala cavab verə bilmir. Deməli, əslində bu 2 harada olmalıydı? Əslində bu 2 sayın altında yazılmalıydı. Ona görə ki, say suala cavab verə bilir. Deməli, 2-nin yeri dəyişdirilməlidir. Gəlin görək nə ilə dəyişdirəcəyik bunu. Sözün təsir gücünü artırır. Sözün təsir gücünü artırır ədat. Amma gətirib sayın altında yazıblar. Deməli, 2-nin yeri nə ilə dəyişdirilməlidir? 4 ilə dəyişdirilməlidir. Elə bil 4 gəlməlidir bura, 2 də getməlidir bura. Birincini tapdıq, 2 ilə 4, eləmi? Sonra, baxırıq ortaya. İkinci dərəcəli üzvü izah edir. Məqsədə uyğundur xəbərdir, eləmi? Xəbər baş üzvüdür. Bizə deyir, ikinci dərəcəli üzvü izah edir. Uyğundur nəyə? Məqsədə. Bu olacaq tamamlıq. Altdan çəkə bilmədim də, üstdən qırıq-qırıq xəttlərini çəkmək istədim. Deməli, baxın, say neynədir? Çox sözü neynədir? İkinci dərəcəli üzvü izah elədi. Yəni, tamamlığı izah elədi. Əslində 3 ortada yazılmalı deyil. 3 sayın altında yazılmalıydı. 3-ü də gətiririk bura. İkinci dərəcəli üzvüdür. Bəli, çox söz ikinci dərəcəli üzvü 5 düzgün yazılıb, 5 ilə işimiz olmur. 5 burada təyin funksiyasındadır, işimiz olmur. Qrammatik mənaya malikdir. Həm ədatlar, həm saylar qrammatik mənaya malikdir. 6 da bura olmalıdır, hər ikisinin ortaq xüsusiyyəti. 3 də burada olmalıdır. Deməli, 3 ilə 6-nın yeri dəyişdirilməlidir. Cavabımız olur A variantı. Görürsünüzmü? Əslində rahat sualdır. Sayla ədatın oxşar və fərqli xüsusiyyətlərini tapdıq. Sadəcə olaraq diaqram şəklində verildiyinə görə bir qədər bizi çaşdıra bilər. Əziz müəllimlər, izahımız bu qədər. Ümidvaram ki, izahımız sizlər üçün azacıq da olsa faydalı oldu. Əgər faydalıdırsa və izahın davamını görmək istəyirsinizsə, mütləq fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Sağ olun.